Salam, hər vaxtınız xeyir olsun. Bugün avqust ayının 18-i, saatlarımız 17:00 göstərir. TNS TV-də yenidən xəbər saatıdır. Sizinlə mənəm Hürü Əliyeva. Dünyada və ölkədə baş verən xəbərlərdən sizi mən xəbərdar edəcəm. Keçid alaq xəbərlərə. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev avqustun 18-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Duncan Normanı qəbul edib. Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi. Çıxışına Azərbaycan dilində başlayan Duncan Norman dedi: Zat-ı aliləri, həyat yoldaşım Kerry ilə mən 27 il əvvəl Azərbaycana ilk dəfə gələndə insanların mehribanlığı və Bakının böyük potensialı bizi çox təsirləndirdi. O vaxtdan bəri Azərbaycan çox böyük inkişaf yolu keçib. Ölkələrimiz arasında münasibətlərdə yeni səhifəni açmaqdan şərəf duyuram. Birləşmiş Krallıq ilə Azərbaycan arasında yeni strateji tərəfdaşlıq üzərində işin davam etdiyini bildirən səfir, bunun ortaq prioritetlərimiz üzrə daha dərin əməkdaşlıq, təhlükəsizliyin gücləndirilməsi və innovasiyalar vasitəsilə nailiyyətlərimizi daha da inkişaf etdirəcəyini vurğuladı. Səfir bərpa olunan enerji, müdafiə, aviasiya istiqamətlərində ölkəmizlə dinamik tərəfdaşlıq qurmaq istədiklərini dedi. Təhsil sahəsində əlaqələri qeyd etdi və gənclər arasında körpülərin gücləndiyini diqqətə çatdırdı. O, Prezident İlham Əliyevin Azərbaycanla Ermənistan arasında sülhün qurulması istiqamətində səylərinin Böyük Britaniya hökuməti tərəfindən təqdir edildiyini və bu irəliləyişin dəstəkləndiyini dedi. Duncan Norman eyni zamanda ölkəsinin Azərbaycanın mina təmizləmə səylərini dəstəkləyən ilk beynəlxalq tərəfdaş olduğunu xatırlatdı. Dövlətimizin başçısı səfirə Bakıda xoş vaxt keçirməyi arzuladı. Onun Azərbaycan dilində danışmasını yüksək qiymətləndirdi. Prezident İlham Əliyev gündəliyimizlə bağlı məsələlərin yalnız iki tərəfli müstəvidə deyil, regional inkişaf və əməkdaşlıq baxımından da böyük əhəmiyyət kəsb etdiyini dedi. Mina təmizləmə sahəsində yardıma görə Böyük Britaniya hökumətinə minnətdarlığını ifadə edən dövlətimizin başçısı bu sahədə ölkəmizin daha sıx beynəlxalq əməkdaşlığa ehtiyacı olduğunu bildirdi. 30 il əvvəl Azərbaycan Böyük Britaniya əməkdaşlığının məhz enerji sayəsində başladığını xatırladan Prezident İlham Əliyev hazırda bərpa olunan enerji istiqamətində tərəfdaşlıq üçün böyük potensialın olduğunu bildirdi. Bu xüsusda ölkəmizdə ilk günəş elektrik stansiyasının BP tərəfindən tikildiyini qeyd etdi. Dövlətimizin başçısı müstəqilliyimizin 35 ilinin bir ilini sülh şəraitində yaşadığımızı deyərək bunun region üçün böyük bir dəyişiklik olduğunu vurğuladı. Prezident İlham Əliyev dedi ki, regiondakı vəziyyəti nəzərə alaraq təhlükəsizlik bizim gündəliyimizdə prioritet olmağa davam edəcək. Ölkəmizdə müsbət investisiya mühitinin yaradıldığını deyən dövlətimizin başçısı Azərbaycan və Britaniya şirkətləri tərəfindən böyük qarşılıqlı marağın olduğunu vurğuladı. Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı. Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mikhail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb. XİN-in mətbuat xidməti idarəsindən bildirilib ki, görüş zamanı son dövrlərdə Rusiya Federasiyasının media və informasiya məkanında Azərbaycan Respublikası, Azərbaycan xalqı və ölkə rəhbərliyi əleyhinə səsləndirilən təxribat, təhqir və təhdid xarakterli açıqlamalarla bağlı Azərbaycan tərəfinin ciddi narahatlığı və qəti etirazı Rusiya tərəfinin diqqətinə çatdırılıb. Xüsusilə avqustun 13-də Çistota Panimaniya layihəsi çərçivəsində yayımlanan verilişdə ölkəmizə, xalqımıza və Azərbaycan Respublikasının rəhbərliyinə qarşı səsləndirilən ifadələrə diqqət çəkilib. Bununla yanaşı avqustun 7-sində Sputnik radiosunda yayımlanan proqramda Azərbaycan rəhbərliyinin Rusiyanın terrorçu və ekstremistlər siyasına daxil edilməsi ilə bağlı səsləndirilən cəfəngiyat avqustun 9-da YouTube platformasında, avqustun 16-sında isə Spas telekanalında Azərbaycan rəhbərliyinə qarşı yenidən təhqir məzmunlu materialın yayımlanması və təxribatçı fikirlərin səsləndirilməsi xatırlanıb.
Azərbaycan dövlətinin daxili siyasi proseslərinə müdaxilə imkanlarının müzakirə edilməsinin Azərbaycan xalqına və Azərbaycan rəhbərliyinə qarşı fiziki zorakılıq xarakterli çağırışların səsləndirilməsinin qəbul edilməz olduğu vurğulanıb. Azərbaycan tərəfinin dəfələrlə sözgedən fəaliyyətlərin qarşısının alınmasına dair çağırışlara və məsələnin müxtəlif siyasi səviyyələrdə müzakirə edilməsinə baxmayaraq, analoji ritorikanın daha sərt formada davam etməsinin ciddi narahatlıq doğurduğu bildirilib. Görüşdə Rusiyanın informasiya və media məkanında Azərbaycan əleyhinə təxribat, təhdid və zorakılıq ritorikasına son qoyulması məqsədi ilə təxirə salınmaz və təsirli tədbirlərin görülməsi barədə gözləntimiz bir daha qarşı tərəfin diqqətinə çatdırılıb. Rusiya, ABŞ və İsraillə müharibədə İranın raket və pilotsuz uçuş aparatı arsenalını bərpa etməsinə kömək edir. Moskva Xəzər dənizi vasitəsilə İrana dron komponentləri, sursat və trotil göndərir. Bu barədə NBC News Avropa hökumətinin sənədinə və Qərb rəsmisinə istinadən məlumat yayıb. Bildirilib ki, Rusiya bu yolla ABŞ və İsrailin hava zərbələrindən sonra İranın silah ehtiyatlarını yenidən doldurmasına yardım edir. İddia olunan tədarük Moskva ilə Tehran arasında strateji müttəfiqliyin daha da dərinləşdiyini göstərir. ABŞ prezidenti Donald Trump Hörmüz boğazının fotosunu yayımlayaraq onu ABŞ-nin yeni ərazisi adlandırıb. O şəkli Truth Social sosial şəbəkəsində paylaşıb. Trump bu yaxınlarda Birləşmiş Ştatların Hörmüzə nəzarət etdiyini bəyan etmişdi. Vaşinqton, ABŞ və İran arasında razılaşdırılan memorandumun şərtlərini yerinə yetirənə qədər Hörmüz boğazı bağlı qalacaq. Bunu İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibov deyib. İrana qarşı blokada qaldırılana dondurulmuş aktivləri sərbəst buraxılma, neft embargosu ləğv edilənə, bütün cəbhələrdə təhdidlər və hərbi əməliyyatlar dayandırılana və memorandumun digər şərtləri yerinə yetirilənə qədər Hörmüz boğazı açılmayacaq deyə Qalibov bildirib. Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamadeh ilə görüşü zamanı TRIP layihəsinin icrasının gedişini müzakirə edib. Ermənistan mediasına istinadən verilən xəbərə görə bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib. Baş nazir həmçinin Ermənistan və ABŞ arasında münasibətlərin ardıcıl inkişafının vacibliyini və son vaxtlar bu əlaqələr dinamik xarakter daşıdığını qeyd edib. Paşinyan iki ölkə arasında əlaqələrin həm siyasi, həm iqtisadi, həm də texnoloji sahələrdə genişlənməyə davam edəcəyinə əminliyini bildirib. Yəmən Husiləri Səudiyyə Ərəbistanının cənubundakı Cizanda Saudi Aramco neft emalı zavoduna pilotsuz uçuş aparatları ilə zərbə endirdiklərini bildiriblər. Bu barədə The Times of Israel hərbi mənbəyə istinadən məlumat yayıb. Onun sözlərinə görə hücum Yəmənin Səəddə və Həccə əyalətləri üzərində hava məkanının pozulmasına cavab olaraq həyata keçirilib. Suriya Xarici İşlər Nazirliyi İsrail hərbi hava qüvvələrinə məxsus təyyarələrin İdlib əyalətindəki hərbi aerodroma endirdiyi zərbələri əsassız təcavüz adlandırıb. Bu barədə Suriya mediası məlumat yayıb. Bəyanatda deyilir, Suriya Ərəb Respublikası İsrailin İdlibdəki Əbu Duhur hərbi aerodromuna hava hücumlarını ən sərt şəkildə pisləyir və onları əsassız təcavüz aktı Suriyanın suverenliyinin və ərazi bütövlüyünün kobud şəkildə pozulması və regionda təhlükəsizlik və sabitliyə təhdid yaradan təhlükəli eskalasiya hesab edir. Rəsmi Dəməşq İsraili eskalasiyanı təhrik etmək və yaxın şərqdə sabitliyin gücləndirilməsi səylərini pozmağa cəhddə günahlandırıb.
İsrail aviasiyası İdlib əyalətinin şərq hissəsindəki Əbu Əl-Duhur hərbi aviabazasına uçuş enmə zolağına 8 zərbə endirdiyi açıqlanıb. Bu barədə Suriyanın Əl-İxbariyyə agentliyi hərbi mənbəyə istinadən məlumat yayıb. Onun sözlərinə görə zərbələr nəticəsində aerodromun infrastrukturuna maddi ziyan dəyib. Zərər çəkənlər barədə hələ ki heç bir məlumat daxil olmayıb. Dəməşq Cinayət Məhkəməsi Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin əmisi oğlu Vasim Əsədi bəşəriyyətə qarşı cinayətlərdə təqsirli bilərək ölüm cəzasına məhkum edib. Al-Arabiyaya istinadən verilən məlumata görə məhkəmə onun vətəndaş müharibəsi dövründə Suriyanın Homs əyalətində dinc sakinlərin qətlə yetirilməsi və işgəncə verilməsində əli olduğunu müəyyən edib. Vasim Əsəd həmçinin Dəməşqin şərqində yerləşən müharibə illərində hökumət qüvvələri tərəfindən uzun müddətli mühasirələr və şiddətli döyüşlərin meydanına çevrilən Şərqi Quta bölgəsinin dinc əhalisinə qarşı cinayətlərdə də təqsirli bilinib. İran parlamentinin sədri Məhəmməd Baqir Qalibov sabah İraqa 2 günlük səfər edəcək. Bu barədə İran International portalı İranın İraqdakı səfiri Məhəmməd Kazım Əli Sadiqin bəyanatına istinadən məlumat yayıb. Onun sözlərinə görə Qalibov İraqda yüksək vəzifəli rəsmilərlə, o cümlədən Prezident Nizar Amidi, Baş nazir Əli Əzzeydi, parlamentin spikeri və Ali Məhkəmə Şurasının rəhbəri ilə görüş keçirəcək. Səfər zamanı Qalibov ikitərəfli münasibətlərin inkişafı, sərhəd təhlükəsizliyi, terrorla mübarizə, iqtisadi əməkdaşlığın inkişafı və birgə sazişlərin icrası məsələlərini müzakirə etməyi planlaşdırırlar. Finlandiyanın İmatra şəhərində Stora Enso şirkətinin Selüz kağız zavodunda partlayış baş verib. Partlayış gecə saat 2 radələrində açıq havadakı ambar zonasının toparlayıcı rezervuarlarının birində qeydə alınıb. Yanğın səhər saat 4 radələrində tamamilə onu söndürmək mümkün olub. Xəsarət alan yoxdur. Məlumata görə zavoddan əraziyə təxminən 50 kub metr yağ dağılıb və yanğının söndürülməsinə 2 saatdan çox vaxt sərf edilib. Müəssisə Rusiya ilə sərhəddən təxminən 10 kilometr aralıda yerləşir. Yiletel Radio şirkətinin məlumatına görə gölə təxminən 100 litr yağ sızmış ola bilər. Su sahəsi dövrəyə alınıb və maddə vakuum avuz sisteminin köməyi ilə sudan təmizlənib. Stora Enso şirkəti zədələri qiymətləndirmək və zəruri təmir işlərini həyata keçirmək üçün müəssisənin fəaliyyətini bir müddət dayandırıb. İstehsalın mərhələli şəkildə işə salınması təhlükəsiz olan kimi dərhal başlayacaq deyə şirkət tərəfindən məlumat verilib. Suriyanın Banyas şəhərində istilik elektrik stansiyasında baş verən partlayış nəticəsində 3 nəfər ölüb. Bu barədə Sana agentliyi məlumat yayıb. Partlayış səhər saatlarında baş verib. Hadisənin səbəbini müəyyən etmək üçün hazırda araşdırmalar aparılır. Suriyanın elektrik enerjisi şirkətindən bildiriblər ki, partlayış stansiyada təmir işləri aparılarkən baş verib. Ölənlər də elə şirkətin əməkdaşlarıdır. Ukrayna Silahlı Qüvvələri avqustun 17 və 18-nə keçən gecə Rusiyanın bir sıra hərbi obyektlərinə zərbələr endirib. Ukrayna Silahlı Qüvvələrinə istinadən verilən xəbərə görə vurulan hədəflər pilotsuz uçuş aparatları idarə etmə məntəqələri və sursat anbarıdır. Donetsk vilayətinin Karlovka ərazisindəki sursat anbarı da vurulub. Bundan əlavə Ukrayna hərbiçiləri ölkənin Zaporojye və Donetsk vilayətlərində, eləcə də Rusiyanın Belgorod vilayətində Rusiya ordusuna məxsus 6 PUA idarə etmə məntəqəsini vurublar.
Moskva vilayətinin Serkova kəndində antiterror təlimləri zamanı məktəbdə səs qumbarası partlayıb, nəticədə 4 pedaqoq xəsarət alıb. Bu barədə REN-TV məlumat yayıb. Məşq zamanı təhsil müəssisəsinin pəncərəsindən səs qumbarası atılıb. Hərbi sursat stolun üstünə düşüb və partlayıb. Hadisə yerində müvafiq xidmətlər fəaliyyət göstərir. Mütəxəssislər baş verən insidentin bütün hallarını və səbəblərini araşdırırlar. Ukraynanın Dnepropetrovsk vilayətinin Snelnisovsk rayonunun daha 16 yaşayış məntəqəsindən uşaqlı ailələrin məcburi təxliyəsi elan olunub. Bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Qanja məlumat yayıb. O bildirir ki, rayonda yerləşən Nikolayevsk, Petropavlovsk və Ukraynsk icmalarının daha 16 yaşayış məntəqəsindən məcburi təxliyə elan etdi. Ailələr bir ay ərzindən oradan çıxmalıdırlar deyə o bildirib. İyul ayında da Snelnikovsk rayonunun 10 kəndindən uşaqlı ailələrin məcburi təxliyəsi elan edilmişdi. Ukrayna Ali Radasının avqustun 18-nə keçirilən iclasında ölkənin hərbi çağırış və səfərbərlik strukturu sərt şəkildə tənqid olunub. Bu qurumun bütün əməkdaşlarının dəyişdirilib cəbhəyə göndərilməsi təklif olunub. Deputat Aleksey Qonçarenko bildirib ki, bu strukturun əməkdaşları həm səfərbərlik zamanı göstərdikləri şiddətə görə, həm də kütləvi korrupsiya əməllərinə görə cəzasız qaldıqca daha ciddi problemlər ortaya çıxacaq. Hər gün onlarla faktın şahidi oluruq. Çağırışçılara yüksək şiddət tətbiq edərək sürüyüb səfərbər edirlər. Belə səfərbərliklə nəyə nail olacaq? Bu qurumun əməkdaşları barəsində onlarla şikayət var, amma heç birinə baxılmır. Niyə? Hərbi səfərbərlik qurumunun əməkdaşları bahalı maşınlarda gəzirlər. Hardandır onlarda bu gəlir? Bütün bunlara nəhayət ciddi reaksiya verilməlidir deyə deputat bildirib. Digər deputat Dmitro Razumkov isə bu qurumun əməkdaşlarının özlərini hamısını cəbhəyə səfərbər edib, onları yeni islahatdan keçmiş adamlarla əvəz etməyi tələb edib. Mən və çoxlu həmkarlarım tələb edirik ki, nəhayət səfərbərliyi həyata keçirən qurumun fəaliyyətinə hüquqi qiymət verilsin. Onların özlərini aparınsınlar, Ukraynanın imicinə, nə də ölkədə gedən müharibənin aurasına onlar uyğundur. Göndərək onları cəbhəyə, qoy qoçuluqlarını, bacarıqlarını cəbhədə göstərsinlər. Bu qurumun fəaliyyətində ciddi tədbirlər görülməsə, sonunu toplamaq mümkün olmayacaq deyə deputat qeyd edib. Pakistan ordusu Bəlcistan əyalətində terrorçulara qarşı əməliyyat keçirib. Bu barədə Dawn qəzeti məlumat yayıb. Məlumata görə əməliyyatlar zamanı 9 terrorçu öldürülüb. Əməliyyatlar Ziyarat, Harnay və Surab rayonlarında Radul Fitna 3 əməliyyatı çərçivəsində baş tutub. Belçikanın Almaniya ilə sərhəddi yaxınlığındakı Hohenwend təbiət qoruğunda baş verən geniş miqyaslı meşə yanğını bölgədə ciddi narahatlıq yaradıb. Bild qəzetinə istinadla xəbər verilir ki, güclü tüstü və yanğın qoxusu küləyin təsiri ilə onlarla kilometr məsafəyə yayılaraq Köln şəhərində də hiss olunub. Yanğın söndürmə xidməti şəhərdə tüstü və qoxu ilə bağlı narahatlığın qeydə alındığını, lakin hazırda sağlamlıq üçün təhlükə olmadığını açıqlayıb. Yanğın Almaniyanın Monşau şəhərinə də yaxınlaşıb. Bazar günü axşam Kalterherberg yaşayış məntəqəsində sakinlərin bir qismi təhlükəsizlik məqsədi ilə evlərini tərk etməli olublar. Yanğının ötən gün axşam Almaniya sərhəddindən təxminən 2,3 kilometr məsafədə olduğu bildirilib. Monşauda əlavə təxliyə planlaşdırılmasa da, şəhər rəhbərliyi sakinləri havadakı tüstü və mümkün zərərli maddələr səbəbindən qapalı məkanlarda qalmağa, havalandırma sistemlərindən istifadə etməməyə çağırıb. Yanğını xüsusilə təhlükəli edən amil alovun yeraltında torf qatında yayılmasıdır. Közərən təbəqə kilometrlərlə məsafədə yenidən alovlana bildiyindən yanğının istiqamətini proqnozlaşdırmaq çətinləşir.
Yerli xəbərlərlə davam edirik. Hacıqabul rayonunda 19 yaşlı qız qətlə yetirilib. Hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb. Hacıqabul şəhər sakini Qocayeva Zeynəb Cəlal qızı minik avtomobilində bıçaqla qətlə yetirilib. Meyit müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib. Qadının qətlində onun qardaşı şübhəli bilinir və o şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xəttinə Binəqədi rayonunda köhnə tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar hadisə yerinə Nazirliyin əməkdaş və texnikaları cəlb olunub. Qərargah rəisi bildirib ki, 1000 kvadrat metr tikilinin 400 kvadrat metri yanıb. O cümlədən yanğının tikilinin qalan sahəsinə və yaxınlıqdakı tikillərə keçməsinin qarşısı alınıb. Bəzi nöqtələrdə tüstülənmələr müşahidə olunsa da yanğın söndürülüb. Vətəndaşlardan xəsarət alan olmasa da 2 Fövqəladə Hallar Nazirliyinin əməkdaşı yüngül xəsarət alıb. Dəymiş ziyan və yanğının baş vermə səbəbləri araşdırıldıqdan sonra məlum olacaq. Təbibdən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi metro stansiyasının yaxınlığında baş verən yanğın səbəbi ilə çağırış elan olunub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfər kişiyə yerində köməklik göstərilib. Beynəlxalq axtarışda olan şəxs Rusiyadan Azərbaycana ekstradisiya ediləcək. Baş prokurorluqdan bildirilib ki, mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Əlicanlı Nahid Rasimoğlunun ekstradisiyası haqqında baş prokurorluğun vəsatəti Rusiya baş prokurorluğu tərəfindən təmin edilib. Belə ki, Qubadlı Hərbi Prokurorluğunda ibtidai istintaq edilən cinayət işi üzrə Əlicanlı Nahid Rasimoğlunun cinayət məcəlləsinin hərbi hissəni və ya xidmət yerini 3 aydan artıq müddətdə özbaşına tərk etmə maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və o istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib. Xankəndidə məşhur restoranın qarşısında insident baş verib. Hadisə Kərkicahan qəsəbəsində yerləşən Şah Əsəri restoranının önündə olub. 23 və 22 yaşlı gənclər həmin restoranın qarşısında ucadan nalayiq ifadələr işlədərək mübahisə ediblər. Hadisə zamanı onlardan biri bıçaq xəsarətləri alıb. Bu zaman polis əməkdaşları onlara irad bildirib şöbəyə dəvət etsələr də onlar qanuna məhəl qoymayıblar. Nəticədə saxlanılaraq hər şöbəyə aparılıblar. Burada onlar barəsində müvafiq protokollar tərtib olunub. Məlumata görə hadisə günü həmin restoranda bir xanımın ad günü məclisi keçirilirmiş. Həmin xanımın tanışı olan 23 və 22 yaşlı dostlar da məclisdə iştirak ediblər. Gecə saat 22 radələrində xanım qonaqlardan birinin anası gələrək sərxoş halda olan qızını aparmaq istəyib. Bu zaman barəsində inzibati xəta üzrə icraat aparılan şəxslərlə xanımın anası arasında mübahisə yaşanıb. Onlar restoranın önündə nalayiq ifadələr işlədərək ictimai asayişi pozublar. Məhkəmənin qərarı ilə onlardan 23 yaşlı şəxs 20 gün, digər isə 15 gün müddətinə inzibati qaydada həbs olunub. Qaradağ rayonunda yerləşən ticarət mərkəzlərindən birindən 1500 manat pul vəsaiti uğurlanıb. Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı Məmmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı onun digər analoji cinayət əməlləri törətdiyi də məlum olub. Faktla bağlı araşdırma aparılır. Sumqayıt şəhərinin 9-cu mikrorayon ərazisində ölüm hadisəsi baş verib. 1974-cü il təvəllüdlü İsmailov Rüfət Şamiloğlu mühafizəçi işlədiyi Qaradok restoranında iş zamanı qəfil vəfat edib. Faktla bağlı araşdırma aparılır.
Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Mirxas Abbasov, Elməddin Məmmədov və Şamil Kəlbiyev saxlanılıblar. Daxili İşlər Nazirliyindən bildirilib ki, onlardan aqrotexniki qaydada qulluq edilərək yetişdirdikləri 116 ədəd narkotik tərkibli kol aşkarlanıb. Faktla bağlı cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə hər üç şəxs barəsində həbs qəti imkan tədbiri seçilib. Şəmkir rayonunun Əlyaqublu kəndində baş verən yol qəzası haqqında məlumat vermişdik. 5 nəfər dünyasını dəyişib. Hadisə zamanı həyatını itirənlər Vaz 2106 markalı avtomobilin sürücüsü Əlizamin Aslanovun bacısı oğlunun Dəllərcəyir kəndində kiçik toy məclisindən öncə təşkil olunan ciyər axşamına getdikləri məlum olub. Qəzada sürücü Aslanovla yanaşı İlahə Məmmədova, Elvin Məmmədov, Hicran Həmzəyeva və Zəhra Vəliyeva da həlak olublar. Bu mənim bu saata sizə çatdıracağım son xəbər idi. Siz isə hər gün TNS TV-də xəbər saatlarını izləməyi unutmayın. Bizi izləyin, xəbəri elə bizdən xəbər alın. Sağ olun, salamat qalın.